Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Bugün sizler için iftar süfrəsini hazırlaya biləcəyiniz, tez başa gələn, ləzzətli, xırçıltılı qəlyanaltı resepti bölüşəcəm. Əminəm ki, bu resepti siz də çox bəyənəcəksiniz. Əvvəlcə göyərtiləri yaxşıca yuyuram. Çeşni, şüyüd, spanak, kəvər, bütün göyərtilərdən istifadə etdim. Göyərtiləri yuduqdan sonra doğrayıram. Çox da xırda ya da ki iri doğramağa ehtiyac yoxdur. Orta qaydada doğranılır. Doğradığım göyərtini ayrıca bir qabın içərisinə tökürəm. Daha sonra göyərtinin üzərinə bir yemək qaşığı şor, eləcə də biraz pendir əlimlə əzib tökürəm. Ərzaqların miqdarını videonun alt bölümündə qeyd edəcəyim. Daha sonra ərzaqları yaxşıca qarışdırıram. Pendirdə, şorda duzlu olduğu üçün duz tökməyə ehtiyac yoxdur. 10 ədəd yuxanı 4 hissəyə bölürəm. Böldükdən sonra göyərtini yuxanın içərisinə töküb bükürəm. Kənarlarını elə bükmək lazımdır ki, açılmasın. Hamısı bu qayda ilə hazırlanır. Daha sonra tavanın içərisinə duru yağ tökürəm. Yağ qızdıqdan sonra bükdüyüm yuxaları yağın içərisinə yığıram. Orta odda bişirmək lazımdır. Nə çox zəif olmasın, nə də çox cür. Qızardıqdan sonra isə çevirirəm. Beləcə hər tərəfini eyni şəkildə qızarana qədər çevirmək lazımdır. Qızardıqdan sonra isə götürürəm və ayrıca bir boşqabın içərisinə yığıram. Yağ az olarsa tavaya yenidən yağ əlavə edirəm və digər yuxaları da bu qayda ilə qızardıram. Əziz xanımlar, artıq mənim bol vitaminli, dadlı, xırçıltılı qəlyanaltım hazırdır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, videomu yaxınlarınızla bölüşməyi və mənə dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.